Mehriban Əliyeva, 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər, 9-cu Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar, həmçinin 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar sərgiləri ilə tanış olublar. Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev məlumat verib ki, 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi çərçivəsində dünyanın 42 ölkəsini təmsil edən ümumilikdə 371 şirkət tərəfindən 80-ədək turizm istiqaməti nümayiş olunur. İştirakçıların 60% xarici, 40% isə yerli şirkətlərdir. Eksponentlər arasında turoperatorlar, milli turizm təşkilatları, otel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicə, sağlamlıq və spa mərkəzləri, idman və ekoloji turizm obyektləri var. Sərgidə Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. 9-cu Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ilə tanışlıq zamanı isə bildirilib ki, yaxın gələcəkdə ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ilə əlaqədar mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi reallaşdırılır. Məhz bu sərgidə yeni inşa edilmiş və gələcəkdə tikiləcək obyektlər üçün mehmanxana, restoran və kafelər sektoru üzrə aparıcı beynəlxalq istehsalçı və distributorların təklif etdikləri bütün zəruri avadanlıq və ləvazimatları, eləcə də qida məhsulları və içkiləri seçmək mümkündür. Dövlət başçısı 2-ci Xəzər Beynəlxalq Kater və Yaxtalar sərgisinə də baxıb. Diqqətə çatdırılıb ki, bu sərgi Xəzər regionunda katerlər, yaxtalar, müxtəlif növ dəniz avadanlığı, yaxt klublar, su idmanı, su nəqliyyatı və digər bu kimi sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən yeganə ixtisaslaşdırılmış tədbirdir. Sərgilərlə tanışdıqdan sonra dövlət başçısı və xanımına Bakı 2015 1-ci Avropa oyunlarının açılış mərasiminə biletlər təqdim edilib. Prezident İlham Əliyev sərginin işinə uğurlar arzulayıb. Və digər xəbərlərimizə davam edirik. Milli Məclisin növbəti iclası keçirilib. İclasda 1-ci